Həmçinin sual verdi ki, Məhərrəm ayının fəziləti nədir? Yəni, qarşıdan Məhərrəm ayı gəlir, təxminən bir həftə kimi bir vaxt qalıb. Məhərrəm ayı əlbəttə ki, İslam dinində hörmətli aylardandır, fəzilətli aylardandır. Məhərrəm ayı Allah-Taalanın haram buyurduğu 4 aydan birisidir. Həmçinin Məhərrəm ayında oruc var. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, ən fəzilətli oruc Ramazan ayından sonra Allahın Məhərrəm ayında tutulan orucdur. Ramazan ayından sonra Allahın Məhərrəm ayında tutulan orucdur. Ona görə bu ayda yəni nə qədər çox oruc tutularsa, o qədər daha yaxşıdır. O qədər daha yaxşıdır, daha gözəldir. Və Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bu ayda oruc tutardı. Və həmçinin bu ayda xüsusən orucun qeyd olunan günləri var. Aşura günü, 10-cu günü və bu gün oruç tutmağın səbəblərindən Peyğəmbərimiz sallallahu əleyhi və səlləm Mədinəyə gəldiyi zaman Yahudiləri Məhərrəm ayının 10-u günü, Aşura günü oruç tutduqlarını görür. Və onlardan səbəbini soruşduqda onlar deyirlər ki, bu gün, yəni Məhərrəm ayının 10-u Allah-Taalanın Musa peyğəmbəri Fironun əlindən xilas etdiyi gündür. Hansı ki, Musa peyğəmbər və onun yanında olanlar dənizi yarıb keçirlər və Allah-Taala onları xilas eləyir və onlar keçdikdən sonra dəniz öz vəziyyətinə qayıdır və Allah-Taala Fironu batırır. Və bu gün Məhərrəm ayının 10-u günü idi. Və həmin günü Yahudilər Allaha şükür olaraq, yəni bu günü oruç tuturlar. Və Peyğəmbərimiz sallallahu əleyhi və səlləm Yahudilərin bu günü oruç tutduğunu bildikdə həmin günü oruç tutur. Mən deyir ki, Musaya sizdən daha yaxınam. Mən deyir ki, Musaya sizdən daha yaxınam. Həmin günü oruç tutur və oruç tutmağı əmr eləyir və deyir ki, bu günün orucu, Aşura gününün orucu bir illik günahlara kəffarədir. Bir illik günahların yuyulmasına, təmizlənməsinə, bağışlanmasına səbəbdir. Və həmçinin Allah elçisi sallallahu əleyhi və səlləm buyurur ki, əgər gələn ildə yaşasam, gələn il sağ qalsam, gələn il 9-u da tutacam. Yəni 9-u 10-u ki, Yahudilərə müxalif olmaq üçün. Yahudilər bir gün tuturdular, Aşura günü, 10-cu günü və mən 9 və 10 tutacam ki, hətta onlara müxalif olmaq üçün, onlara zid olmaq üçün. Bəli, bu ay yəni Allah qatında yəni belə fəzilətləri ilə məşhur olan, bilinən bir aydır.